Yeni bir gündən hər kəsə salamlar. Dünən burada düşbərə pişirdim. Onu sizə çəkmədim. Buralar biraz unlanıb. Dedim bundan silim, təmizleyeyim. Kızlar dünən bunu çıxartmışam. Qazın üstünü silirəm. İndi tez-tez tökülür də nəsə. Adicə bir damcı saç üzərində damcı töküldüsə izi qalır. Çıxartdım. Qazın da gözünün biri yanır. Dedim, nə olasa da silim. Həmişə silirəm də qaz yana-yana. Hətta yana-yana siləndə mənə elə gəlir daha yaxşı təmizlənir. Çünki qazın qırağı isti olur deyə istidə çişlər daha yaxşı gedir. Belə təmizləyirdim. Birdən başladı bu alışıb yanmağa. Qaza dəydi ucu. Bilmirəm tərkibində spirti mi var, yoxsa nəsə varsa da alışdı. Əməli başda alışdı. Hətta saçımdan bir-iki tel də yandırdı. Gözləmirdim. Elə bir üzərinə benzin tökülmüş kimi vahiməli bir şəkildə alışdı. Yəni yavaş-yavaş deyil də birdən alışdı. Atdım yerə. Yer bizdə kafeydi də. Bu ən azından dəzgahın qabağı kafeydi. Ayağımla söndürdüm. Birinci səfər idi belə bir şey görürdüm. Mən inanmazdım ki, nəm salfetka alışıb yana. Qazın üstündə silməmişəm. Oranı da silim. İşimiz qutarsın. Səhər İnci məktəbə gedəndə də düşbərə getdi. Ona görə qazan buradadır. Dünən də qazın üzəri batdı. Heç təmizləmədim. Düşbərə pişirib qutarandan sonra mənim boynum dəhşətli dərəcədə ağrıyır. Səhər-səhər yedi, düşbərə getdi. Bunlar da təmizlənəsin. Gəlib bunları yemək. İndi gedəsi yerim var. Ona görə bugün yuya bilmirəm. Gələndən sonra yuyuram. Mən də elə idim qızlar. Səhər heç vaxtı səhər yeməyi yemirdim. İndi də yemirəm, düzdür. Amma uşaq vaxtı vapşı yemirdim. Axşamdan qalan yeməkdən yeyirdim. Elə yedirdim məktəbə. Nəhayət ki, usta ilə danışa bildim. Saçlarım düzdür, elə uzun deyil. Amma kraska qoyuram deyə quruyur, qırılır. Yəni belə həm də ki, elə bir saçlarım ağırlaşıb. Boynumun bu damarları ağrıyır. Üstünüzə canınıza sağlıq. Saçı da yığıram, ağırlıq eləyir. Saçımı yudum indi. Dedim, gedib kəstirməliyəm. Təmiz olsun. Orada kəstirəndən sonra ukladka elətdirirəm. Bir neçə gün formasında getsin də, belə deyim. Arxada da korobkaları görürsünüz. Fikir verməyin də. Tortçunun evində korobka görməlisiz də. Şeydə də var əslində. Yuxarılarda. Oralara da qoymuşam. Qoymağa yer tapmıram. Ona görə keçirtmişəm yataq otağıma. Bunları da dünən açdım, tökdüm. Hamısı qarışmışdı bir-birinə. Araladım. Gələk bir dənə orqanayzer alam. Gedək qızlar. Axşam yenə yağış yağıb. Hər dəfə deyirəm yağış yağanda bunları götürüm kənara qoyum. Yuxarıdan damcılayır. Bunların torpaqlarını kənara sıçradır. Amma yadımdan çıxır. Bunlar da burada. Qara toyuq yenə orada özünü öldürür. Onun hardasa yuvası var. Buralarda pişiklə doldu deyə qorxur onları görüb. Yazığın elə səsi ki, bütün günü buralarla birdir. Bu buradadır deyə səsi ki, buralarla birdir yazığın. Gəldim salona, bir 10 dəqiqədə tez gəlmişəm. Hələ ki usta gəlməyib, oturub onu gözləyirəm. Gəlsin, saçımı kəstirim. Həmişəki kimi hər yerə bir 10 dəqiqə mən tez gedirəm, yenə tez getmişəm. Saçı kəstirdim. Eyni zamanda lazerə də yazılmışdım. Evdən çıxanda çalışıram. İşlərin hamısını bir günə salım. Vaxt da var hələ. Yarım saata kəsdi. Mən arasında 1 saat fərq qoymuşdum, ara qoymuşdum. Gəldim parka. Dedim biraz hərrənim. Quşlar qəşəng oxuyur. Eyni zamanda mənə də yürüyüş olar yarım saatlıq. Sonra da keçirəm digər stüdyoya. Burada da bir dənə paltar mağazası var. Uzaqdır deyə heç gəlib baxmıram. Amma soyuqdur qızlar, ya da mən üşüyürəm. Qolu açıq gəzənlər də var. Amma ki, mənlik deyil, mən üşüyürəm. Bu park çox gözəldir. Neçə vaxt idi Trend Mala gəlmirdim. Dedim gəlmişkən burada baxım, görüm yeni sezon nə gəlib. Qızlar, əslində belə bir şalvar istəyirəm. Sadəcə rənginə
qərar verə bilməmişəm. Bir də məndə çox pis bir xasiyyətim var. Tək olanda paltar seçə bilmirəm. Ya gərək geyinim atım qızlara, deyim ki, hansı yaxşıdır, hansı yaxşı durdu üzərimdə. Ya da ki, çox belə dəhşətli dərəcədə gərək ürəyimə yatsın ki, mən o paltarı götürə bilim. Burada da kətan şalvarlar 26 manat idi. Dəstə 42 manat idi, səhv eləmirəmsə, ya da 45 manat idi. Belə baxıram yeni sezona. İndi xanımlar, bir xanım var idi, o gün yazıb ki, niyə girib baxırsınız, heç nə almırsınız. Yenə gəlib yazacaqlar ki, niyə heç nə almadınız. Qızlar, dediyim kimi ürəyimə yatan bir şey olsa almalıyam. Sadəcə o pis xasiyyətimə görə tək də seçə bilmirəm. Bəzən alıram, bəzən almıram. Belə də ki, hamı elə girib baxanda nəsə alırmı ki 100%. Adama maraqlı gəlir, görüm təzə nəsə varmı. Xoşuma gələn olsa alıram, gələn olmasa da yəni almıram. Həm də ki, bir çox izləyən bacılarıma da belə maraqlıdır ki, məsəl üçün bu mağaza siz tərəflərdə yoxdur, bəzi rayonlarda yoxdur. Yəni çox xanımlar rayonlardan izləyir. Onlar buraları görə bilmirlər. Ona görə çəkib paylaşıram. Mənə də maraqlıdır, vlogerlər girib, digər xanımlar girib mağazalar çəkib göstərəndə, yəni belə baxıram. Bu da o qırışlı paltarlardır qızlar. Bilirsiniz də keçən ildən moda minib, ütüləməyi sevməyənlər üçün belə qırış, dəst, alt üstlər də var. Burada da yenə kətan şalvarlar var idi. Qiymətini də sizin üçün yaxından çəkdim. Daha doğrusu yaxınlaşdırdım. 24 manatdır. Qəşəngdir. Bunlar da yay üçün, əsl yay üçündür də belə geyinəsən. Tiril-tiril, sərin şalvarlar. Ayaqqabılar da var idi həmişəki kimi. Bir də buranın nəyini sevirəm, hansı ki razmerlərdən, həm paltarlardan, həm ayaqqabılardan az qalıbsa, belə endirmə qoyurlar, elə satırlar. Baxın, burada gördüklərinizdən hamısından bir dənə qalanlardır. Hamısı da endirimdədir. Qəşəngdə endirimlər olur. Bir də qızlar, bu arxadan asılan çantalara gözüm düşüb. Yuxarıdakı krem rəng xoşuma gəldi. Qiymətinə də baxdım. 24 manatdır. Amma yenə həmişəki kimi qərarsızam. Gəldim yarpaq yığmağa. Nə qədər ki yarpaq var, dedim yığım pişirim. Külək əsiri. Hava yenə soyuq. Gündə çıxıb. Bizdə həyətdə bilinmir, amma qıraqdakı ağaclarda bilinir. Bilirsiniz nə istəyirəm? Belə dəhşətli isti olsun. Deyim, ay Allah, bu isti hardan gəldi? Qırılırıq biz istilər. Bax, elə bir gün istəyirəm. Yenə hava soyuqdur. Biləklərim yenə sızıldayır. Nərdivan qoyum, gətirim, yarpaq yığım biraz. Uşaqlar xoşlayır bunu. İnansız gün ortaya makaron pişirmişəm. Makaron xəncəli. Daha doğrusu belə deyim də, makaron xəncəli deyəndə deyirlər ki, o xəncəl deyil. O deyir, makaron deyiləcək. Makaron pişirdim sarımsaq qatıqla. Hərəsi bir ay tərəfə ağzını büzdü. Hətta oğlum getdi, bu hazır şeylərdən aldı, makaronlardan. Deyirəm ki, ay bala, nə fərqi var? O da makarondur, bu da makarondur. Yo, gərək elə o qurtlamış adı da yadımdan çıxdı, o şeylərdən yesinlər. Bir dənə isti gəlsəydi, istidən qırılsaydıq, tərləsəydik, məndən xoşbəxt olmazdı. Bir gün yenə ayaqlarım, biləklərim buzduyub, içi elə bil üşür sümüklərimin. Görüm, bu müalicə qutarsın. Yazdır, yaz da qutardı, müayinə ortalardı. Payızda yəqin ki, gedib bir revmatizmamı da yoxladaram, onun üçün müalicə götürərəm. Qəşəng yarpaqlar var, gətirim, nərdivan qoyub, çıxım yığım bunları. Bir gündən hər kəsə salamlar, kanalıma, evimə xoş gəlmişsiniz. Necəsiz xanımlar? İnşallah yaxşı olarsınız, çox şükür, mən də yaxşıyam. İydələrim solub deyəndə elə də solmayıblar, amma tökürlər belə, yerə tökülür deyə. Dedim bunları dəyişdireyim, biraz da bücülü qoyun bura. Paltarlar var idi, paltarlar qoymuşam, yuyulsun. Uşaqlar yeməklərini yedi, səhər qablarını yuydum. Buralar da təmizdir. Bir dənə tostoranlamaq qalıb, tostoranlayım. Paltarlar, ağlar yuyulur, rənglilər qalıb, gözləyirəm onlar da qutarsın, onları qoyum. Mikser düşürtdüm aşağı ki, üzərində sirkələnir qızlar. Düşürdüm aşağı, sirkələnməsin. Dedim, demək olmaz, birdən o da təsir eləyər. Aynalar silinəsidir. Mənim aynalarımın hələ ortasının buxarları getməyib deyə nə qədər silsəm də çirkli görünür.
Orada gülüm var. Gəlin onu da bu gün basırım, onu da qabını dəyişdirim. Qırılmışdı, attım mən də şeyə. Daha doğrusu pişik saldı, qırdı. Baxdım ki, salıb qırıbdı. Qoydum suya, qəşəng köklüyüb o da. Onu da geri yaparam, yanına basıram. Yeni bir günə başladıq. Bugün ayın neçəsidir? 16-sı ya da 17-si olmalıdır. Səhər qablarını yuydum, buraları xlorladım. Kraskadan biraz kraskayan qarışdırmışam. Qarışdırdığım şotkunu qoymuşam içinə. O kraskadan ləkə tutubdu. Onu da söyleyeyim. Ləkəsi geçsin. Zibili dəyişdirdim, çıxartdım. Bu da yəqin ki tədricən keçər. Çünki mən əvvəldə bilmədən buranı kraska eləmişdim. Burada tədricən keçdi. Bir dəfiyə keçmir, bir neçə dəfiyə keçir onlar. Bunu da atım zibilə. Bunu da yuyum. Bugün 6-cı gündür. Ayın neçəsi olduğunu dəqiq deyə bilməsəm də 6-cı gündür. Uşaqlar evdədir. Tort sifarişi yoxdur hələ ki. Boşluqdur. Ona görə bugün nəzərimdə tutmuşam ki, bir ara məşhur idi Spoonful. Ondan hazırlayam. Dünən axtardım. Keksləri tapa bilmədim. Sırf kakaolu keksli bir şey yoxdur mağazinlərdə, yəni yaxında. Keşlər edeyim daha doğrusu. Sonra elə onlardan da Spoonful hazırlayaram. Çünki tapa bilmirəm də, başqa çarəsi yoxdur. Hər tostur anlamamış dedim bir bunu əkim. Çünki hər səfər yadımdan çıxır. Burada da qabı çox balacadır. Mütləq dəyişilməlidir. Görün bir daha buna qab tapıram mı? Boş qab, boş qab. Çox yekədir onun altındakı. Bunlar da atıblar burada. Balacalar yağış yağıb ləkələyib. Kızlar bunun da yarpaqları töküldü. Bir dənə bu qaldı. Dedim görən nə olacaq? Buradan bir dənəsini təzə verir. Bu da beləcə qaldı. İnşallah buradan da verər. Əliyinə baxın. Paltarlar da qutardı. Maşın konsert verir. Tez bunu basırım. Keçim o bir işlərə. Hava da çox gözəldir. Nəhayət ki isindi. Ev düzdür, soyuqdur, amma bayır gözəldir. Onun gözəlliyinə baxın. Nə gözəl açıbdı bu. Maşallah, maşallah. Ən sevdiyim rəng. Həm yarpaqları, həm də ki çiçəkləri. Çox qəşəngdir. Baxdardım, tapa bilmədim. Fikrimi dəyişdirdim. Bir dənə qab alaram. 1 manatlıq yerdə var axı bu qablardan. Zibili də çıxartmışam, Vaqif əl atmayıb. Elə bastıraram. Çünki adi vedrə bastırmaq istəmirəm. Bu vedrədən var. İçərisində malak aldığım vedrələrdən, amma istəyirəm qəşəng belə bu qablardan olsun. Düzdüm, bir dənəsi əksik gəldi. Belə yağlı kağız kəsdim. Yəqin ki bunu bir çoxunuz bilirsiniz. Kənarlarından belə kəsdim. Bunu qoyum kənara, qoyursunuz belə qəlbin içərisinə. Bunu sayırsınız belə. Belə bu şəkildə olur keks qəlbi. İndi məndə kağız şaxt diye tam oturmur ama içliği tökəndən sonra oturacaq. Kızlar bunu da 170 derecede 20 dəqiqə deyəsəm pişirəcəm. Elə idi, hə. Tökək qəşəng pişsinlər. Ortasından biraz artıq doldurun bunu da. Videonu bəyənib rəy yazmağı unutmayın. Keksləri qoydum, sığışmadı. Resept çoxuymuş. Tökdüm bunu da. Biraz əyri olacaq, amma eybi yoxdur. Dediyim kimi onu Spoonful üçün eləyirəm. İndi nə qədər lazım olar istifadə eləyərəm. Qalanı da yeyirlər. Bunların üstünə biraz damla şokolad tökdüm. 170 dərəcədə bir 20 dəqiqə qoyuram pişsin. Yadımdan çıxır deyə
zəngə qoymuşam. Daha doğrusu saata qoymuşdum. Bu dilnikə baxın, kekslərimiz qəşəng şişiblər. Bu da qəşəng görünür. Bunun görüntüsü qəşəng olur. O birisi də bacardığı qədər şişib də, belə deyim, az idi. Çünki onun biskviti çıxardaq, bir dənə baxaq görək içləri bişibdimi? Yanına da bir dənə belə çöp qoymuşam sobanın. Təmizdir. Bu da təmizdir. Bu da təmizdir. Bu da pişib. Hamısı pişibdir. Götürə bilərik. Bunu götürüm çünki bu birisinin üstündədir. 170 dərəcədə 20 dəqiqə pişirmək bəs elədi. Əlcək də isindi, əlimi yandırır. Bunu göstərim sizə. Baxın, belə qəşəng də çıxır. Yumşaq da kekslərimiz çıxıb. Bu da qəşəng pambıq kimidir. İsti-isti bir dənəsini qırdım. İçi də qəşəng diş-diş olubdu. Özü də yumşaqdır. Yoldaşım işdən gəldi. Ona tort ləvazimatlarından, daha doğrusu ağ plastikdən alması üçün bir-iki şey tapşırmışdım. Torta aid. Qızlar, orada qiymətlər daha münasib olur. Həm də ki, bunları belə alıb gələndə demişdim də sizə, mənim onurğamda problem var. Ağrıyır belim deyə. Onu aldırıram. Ağ malako alıb 2 dənə. Bunun kilosu 4 manat 40 qəpikdir. Sonra 1 kilo yenə qatlaşdırılmış malako, bişmiş malako aldırdım. Bunun kilosu da 4 manat 80 qəpikdir. Bir də yarım kilo pralin götürdüm. Pralinin də kilosu 8 manatdır. Şokolad sosu, arasına vurduğum şokolad sosu bu pralindir də. Evdə biraz var idi deyə hələlik yarım kilo götürdüm. Bu da yenə bişmiş malakodur. Üzərinin baxdım ki, kağızları qopur. Qabları qəşəkdir. Sonra istifadə edirəm. Üzərində biraz qalanda qopmur etiketləri. Gördüm təzə yapışdırıblar. Elə qopartdım ki, izləri qalmasın. Belə dondurma qabı alıbdı. 1 manat 20 qəpiyə 10 dənəsi deyir. İçərisində dondurma düzəldib qoyarıq. Bunu da ağ plastikdən alıb. Bu arada Yasamalda Asan Xidmətin yanından alır. Sonra Pratos alıbdı. Yenə 6 manat 40 qəpiyə. Əvvəl yadınızdadır yəqin ki 5.60 idi. Qiyməti qalxdı, 6.40 oldu. Hələ başqa tort ləvazimatlarında 7 manatdır. Gördüyünüz bu 2, 4, 6, 7 şeyə 21 manat pul verib. Bir dənə bunu əlavə alıb. Bu da 10 dənəsi 1 manat 20 qəpik. Bu da həmişə istifadə elədiyim Pratosdur. Məndən olsa Muki alaram, amma orada yoxdur Muki. Ona görə Pratos istifadə edirəm. Evdə də çatışmayan ərzaqlar var idi. Hər gün alınsa da yenə nələrsə əksik olur. Yumurta aldırdım tortlar, şirniyyatlar üçün. Bir dənə kalbasa götürübdü. Keçən səfər də almışdı. Bundan uşaqlar sevib. 2 cür belə Göycə Sultan götürübdü. Biri biraz böyük, biri biraz kiçikdir. Qiymətlərində də fərq var imiş. Bir dənə belə özü üçün nəm salfetka götürüb maşına qoymaq üçün. Evdə çay içməyə şokolad yox idi. Dedim çay içmək üçün bir şeylər al. Belə 2-3 cür şokolad götürübdü. Ketçupumuz qutarmışdı. Oğlum sevir ketçup, mayonez istifadə etməyi. Onun üçün ketçup götürüb, yenə o həmişə aldığı konfetlərdən götürüb, İran konfetlərindən. Bir də ki, semiçka kimi olanlardan. Videonu bəyənməyi unutmayın. Hələlik xanımlar, sağ olun, sağlıqla qalın.